Salam dəyərli həmkarlar, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Bu gün sizlərlə Kurikulum dərs 2-yə baxacağıq. Bildiyimiz kimi mən söz verdiyim kimi yenilənmiş Time kitabından dərslərimiz davam edir. İlk dərsimiz sizlərlə Kurikulum dərs 1 oldu. Kurikulum haqqında məlumat və terminlərin təsviri. Keçən dərs 6-7-ni keçdik. Açırsınız yenilənmiş Time kitabını. Səhifə 8 və 9-u davam edirik. 8 və 9-a baxacağıq bu günlərim. 8 və 9 nədir dəyərli yoldaşlar? Təhsildə dövlət standartlarıdır. Biz bu gün təhsildə dövlət standartlarını öyrənəcəyik. Təhsildə dövlət standartları nədir və nələr var? Və mənim burada özümün bir PDF-im var. PDF-i hazırlamışam sizlərə. Belə deyək də, Time kitabı əsasında. Həmin o PDF-dən izah edəcəm, şəkillərlə, nümunələrlə vermişəm. Qısaca siz kitabı açırsınız, qoyursunuz qabağınıza səhifə 8 və 9, davam edirik izahımızdan. İzaha başlamamışdan əvvəl bizim ənənəvi bir qaydamız var. İzaha başlamamışdan əvvəl bir şey xahiş edim. Kanala abunə olun, xahiş edirəm. Canlını, videonu bəyənin. O qədər canlı açmışıq ki, həmişə canlılarda oluruq. Videonu bəyənin və kanalımıza abunə olmağı unutmayın və həm də kanalımıza abunə olun. İndi gəlin baxaq görək. Ümumi təhsilin təşkilinə verilən pedaqoji tələblər. Biz bugün ümumi təhsilin təşkilinə verilən pedaqoji tələblərə baxacağıq. Ümumi təhsilin təşkilinə verilən pedaqoji tələblər hansılardır? Və birinci orada səhifə 8-də görürsünüz 9 dənə pedaqoji tələb var. Onları keçib sonra səriştələri keçəcəyik. 9 dənə pedaqoji tələb var. Bunlar hansılardır? Baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. 9 dənə pedaqoji tələb var. Bunlar hansılardır? Pedaqoji prosesin tamlığı, təhsildə bərabər imkanların yaradılması, şagird yönümlülük, inkişaf yönümlülük, fəaliyyətin stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması, şəxsiyyət yönümlülük, inklüzivlik və məktəb-valideyn əlaqələrinin tənzimlənməsi. Buradan niqədə sertifikasiyada suallar düşür, situasiya yönümlü suallar düşür və bizim də bugünkü sizlərə təqdim edəcəyimiz izahımız elə əsasən situasiya yönümlü olacaq. Gəlin baxaq dəyərli yoldaşlar. Birinci pedaqoji prosesin təşkil prinsiplərindən nə gəlir? Birinci pedaqoji prosesin təşkil prinsipi, qoy baxın bir dənə görək çəkilişimizdə hər şey qaydasındadırmı? Bəli. İlk də pedaqoji prosesin təşkil prinsipimiz pedaqoji prosesin tamlığıdır. Gəlin görək pedaqoji prosesin tamlığında nələr var. Deyir ki, pedaqoji prosesin tamlığında bütünlüklə tamam, bütöv mənalarını ifadə edir. Bir növdə əksiksiz mənasıdır. Yəni müəllim pedaqoji prosesini əksiksiz yerinə yetirməlidir. Burada 3 əsas məqam var. Müəllim işi yerinə yetirərkən öyrədici olmalıdır. Müəllim işi yerinə yetirərkən tərbiyə edici olmalıdır və müəllim işi yerinə yetirərkən inkişaf etdirici olmalıdır. Müəllim öyrədici, tərbiyə edici və müəllim inkişaf etdirici olmalıdır. Aydındır, öyrədici, tərbiyə edici və inkişaf etdirici. Yəni yazıram öyrədici plus tərbiyə edici plus inkişaf etdirici. Deməli, müəllim bu 3 məqamı birgə həyata keçirməlidir. Müəllim əgər bu 3 məqamdan birini həyata keçirməzsə, pedaqoji prosesin tamlığı pozular. Yəni bizim pedaqoji prosesimiz tam olmaz. Yəni necə tam olmaz? Gəlin sizə izah verim. Deyir ki, müəllim şagirdlərə iynəyarpaqlı ağacların xüsusiyyətlərini öyrətdi. Müəllim şagirdlərə nəyi öyrətdi? İynəyarpaqlı ağacların xüsusiyyətlərini öyrətdi. Lakin ancaq bu ağaclara qayğının vacibliyindən, bu ağacların insan həyatında yeri, əhəmiyyətindən danışmadı. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozdu? Dəyərli yoldaşlar, müəllim burada pedaqoji prosesin tamlığını pozdu. Öyrədicilik var. İynəyarpaqlı ağacların xüsusiyyətlərini öyrətdi şagirdlərə. Lakin ancaq bu ağaclara qayğının vacibliyindən danışmadı. Mövzunun tərbiyə ediciliyi yoxdur. Tərbiyə ediciliyi yoxdur. Düzdür? Müəllim burada nəyə pozdu dəyərli yoldaşlar? Deməli, tərbiyə edicilik yoxdursa, deməli pedaqoji prosesin tamlığını pozdu dəyərli yoldaşlar. Müəllim şagirdlərə tutalım ki, kimya dərsində suyun xassələri, suyun formulu haqqında şagirdlərə dərs keçdi, öyrətdi. Tutalım, müəllim kimya dərsində şagirdlərə nəyi öyrətdi?
Suyun xassələri, fiziki, kimyəvi xüsusiyyətlərini öyrətdi. Lakin sudan səmərəli istifadədən danışmadı. Sudan səmərəli istifadəni danışmadı. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozdu? Baxın, suyun xüsusiyyətləri, fiziki xüsusiyyətləri, kimyəvi xüsusiyyətlərindən danışdı, amma ancaq və lakin sudan səmərəli istifadədən danışmadı. Müəllim burada nəyi pozdu? Dəyərli yoldaşlar, müəllim burada pedaqoji prosesin tamlığını pozdu. Öyrətdi, lakin tərbiyə etdirir. Yəni tərbiyə etmə olmayanda da inkişaf da olmur. Yəni mövzunun tərbiyəçi tərəfindən toxunmadı deyə mövzu inkişaf da olmur. Yəni həmin mövzu üzrə şagird inkişaf da eləmir. Aydındır? Müəllim şagirdlərə külək nədir, nəyə deyilir? Məsəl üçün mənim burada verdiyim nümunəyə baxırıq, dəyərli müəllim həmkarlar. Müəllim şagirdlərə külək nədir, nəyə deyilir, küləyin hansı növləri vardır, hissə öyrətdi. Lakin deməli, küləyin güc və istiqaməti hansı cihazlarla deməli, sürətinin hansı cihazlarla ölçülür, məlumat vermədi. Deməli, burada nədir? İnkişaf etdiricilik yoxdur. Aydındır, dəyərli yoldaşlar. Baxın, külək haqqında da burada şəkillərlə nümunə deməli, göstərmişəm. Baxın, müəllim hər bir mövzunun tərbiyəedici əhəmiyyəti var, dəyərli yoldaşlar. Müəllim mövzunu duya toxunarkən həmin mövzunun tərbiyəediciliyi əhəmiyyətindən də danışmalıdır. Tutalım ki, müəllim şagirdlərə kimyəvi elementlər mövzusunda keçdi, kimyəvi elementləri öyrətdi, amma kimyəvi elementlərin insan həyatı üçün əhəmiyyətindən danışmadı. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş hansı tələbi pozdu? Tamlıq. Mövzunu öyrədib, eyni zamanda mövzu ilə bağlı dəyərlər də aşılamaq lazımdır. Mövzunun tərbiyə edici tərəflərinə də toxunmaq lazımdır ki, şagird inkişaf etsin. Aydındır? Mövzunun tərbiyə edici tərəflərinə də toxunuruq və şagird inkişaf etdiririk. Daha sonra müəllim şagirdlərə deməli, baxın, təlim nəticəsinə çatmaması, bax pedaqoji prosesin tamlığında var, dəyərli yoldaşlar. Təlim nəticəsinə çatmamağı, təlim nəticəsinə çatmamaq. Bax, bunu harda gördünüzsə, bilin ki, bu da pedaqoji prosesin tamlığıdır. O gündəlik təlim nəticəsi var, illik təlim nəticəsi var, fənnin sinifin sonu üçün təlim nəticəsi və yaxud da gündəlik təlim nəticəsi var. Müəllim o həmin təlim nəticəsinə çatmırsa, şagirdlərlə burada da pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı pozulur? Dəyərli yoldaşlar, pedaqoji prosesin tamlığı pozulur. Aydındır? Müəllim burada təlim nəticəsinə çatmırsa, pedaqoji prosesin tamlığı pozulur. Deməli, pedaqoji prosesin tamlığında nə var? Dərs öyrədici olmalıdır, tərbiyəçi olmalıdır və inkişaf etdirici olmalıdır. Bu üçü həyata keçirilməlidir. Aydındır, dəyərli yoldaşlar? Sual var? Davam edək, dəyərli müəllimlər. Yəqin ki, bu hissə aydındır sizlərə. Baxın, müəllim pedaqoji prosesin tamlığında öyrədiciliyi həyata keçirməlidir, tərbiyəçilik və inkişaf etdiricilik. İkinci gəldi təlimdə bərabər imkanların yaradılması. Təlimdə bərabər imkanların və yaxud da təhsildə bərabər imkanların yaradılması dedikdə nəyi nəzərdə tutur? Deməli, təhsildə bərabər imkanların yaradılması dedikdə müəllim təhsil şəraitinin hamı üçün bərabər imkanlar yaradır. Eyni təlim şəraitinin yaradılmasıdır. Ayrıseçkiliyin yaradılmaması təhsildə bərabər imkanların yaradılması deməkdir. Burada misal üçün infrastrukturdan düzgün istifadə və digər məsələlər var. İndi gəlin mən bunlara sizə izah edeyim. Tutalım ki, mən 7A sinifinə dərs keçirəm, düzdür? 7A sinifinə dərs keçən zaman 7A sinifini kompüter otağında dərsi keçirəm, informatika dərsini. Amma 7B sinifində mən kompüter otağında dərsi keçmirəm. Baxın, 7A sinifində mən dərsi kompüter otağında keçirəm. Tamam, gözəl, xoş. Amma 7B sinifinin dərsini mən kompüter otağında keçmirəm. Mən burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozuram? Əlbəttə ki, mən burada təhsildə bərabər imkanların yaradılmasını pozuram. Yəni bu siniflə digər sinifin deməli belə deyək də eyni təlim şəraitini yaratmıram. Yəni əgər bu sinifə kompüterdə mən dərs keçirəmsə, o biri sinifdə, yəni müəllim misal üçün 7A sinifi üçün də eyni əmək haqqını almaqdadır. 7B sinifi üçün də eyni əmək haqqını almaqdadır. Yəni ora keçdiyi dərs saatının müqabilində də. Niyə 7B sinifinə kompüter otağında
informatika dərsini tədris etsin, 7A sinifində kompüter otağında tədris etməsin və yaxud da 7A-da tədris etsin, 7B-də tədris eləməsin. Burada nə pozulur? Artıq müəllim belə bir səhvə yol versə, deməli dəyərli yoldaşlar, müəllim belə bir səhvə yol versə, təhsildə bərabər imkanların yaradılması tələbini pozur və müəllim hər bir sinif üçün neynəməlidir? Eyni təhsil, eyni təlim şəraitini qoruyub yaratmalıdır. Bu sinif üçün də, bu bir sinif üçün də eynilik var. Eyni təhsil şəraitini, eyni təlim şəraitini qorumalıdır. Və yaxud da misal üçün 8A sinifi ilə futbol meydançasında müəllim dərs keçir. Ancaq 8B sinifi ilə futbol meydançasında müəllim dərs keçmir. Burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı tələb pozulmaqdadır? 8A sinifi ilə mən futbol meydançasında dərs keçirəm, 8B sinifini sinifdə, idman dərsini sinifdə keçirəm. Burada hansı pedaqoji tələb pozulmaqdadır? Deməli, təhsildə bərabər imkanların yaradılması. Müəllim 8A sinifi ilə, 8B sinifi ilə hər iki sinifə keçdiyi dərs saatına görə eyni haqda eyni miqdarda dövlət ona əmək haqqı verir və müəllimin bununla bağlı bir ixtiyarı yoxdur ki, bir sinifə idman meydançasında idman dərsini, bədən tərbiyə dərsini idman meydançasında keçsin, amma fiziki tərbiyə dərsini bir sinifdə idman meydançasında keçməsin. Bir sinifdə futbol oynatsın, digər sinifdə saxlasın. Bu kimi müəllimin ixtiyarı yoxdur. Deməli, bu kimi harda situasiyalar gördüzsə, deməkdir ki, müəllim artıq bu kimi siniflər arasında bu maddi texniki bazanın, hansısa bir infrastrukturun istifadə olunmasını düzgünlüyə yol vermirsə, təhsil də burada bərabər imkanların yaradılmasıdır. Davam edək dəyərli yoldaşlar. Növbəti prinsip inklüzivlik də var. İnklüzivliyi axırda deyəcəm, siz qarışdırmayasınız deyə. Gəldik dəstəkləyici mühitin yaradılması. Dəstəkləyici mühitin yaradılması prinsipini gəlin sizlərə izah edeyim. Dəstəkləyici mühitin yaradılmasında 3 əsas məqam var. Mən həmişə demişəm, dəyərli yoldaşlar. Deməli, dəstəkləyici mühitin yaradılmasında 3 əsas məqam nədir? 1. Maddi texniki bazı infrastruktur. Birinci maddi texniki bazı infrastrukturdan yazmayaq. Birinci yazaq sağlam mənəvi psixoloji mühit. Birinci nə gəlir? Ən birinci gəlir sağlam mənəvi psixoloji mühitin yaradılması. Baxın, müəllim sinifdə dəstəkləyici mühit yaratmalıdır. Yəni, sinifdə hər zaman düzgün, sağlam mənəvi bir psixoloji mühitin qurmalı və bu sağlam mənəvi psixoloji mühiti qurub, qoruyub, saxlamalı və yaratmalıdır. Gəlin, bunu mən sizlərə necə izah verim? Müəllim tutalım ki, sağlam mənəvi psixoloji mühiti necə qurar və necə yaradır? Deməli, baxın, dəyərli müəllim həmkarlarım. Deyirəm ki, sinifdə, misal üçün, Nicatla Rəhim arxa sırada əyləşirdilər. Bax, situasiya sualları deyirəm də. Sinifdə Nicatdır, Rəhimdir, bunlar arxa sırada əyləşirlər. Bunlar dərs zamanı qeyri-etik sözləri işlədirdilər həmişə dərs zamanı. Qeyri-etik ifadələr səsləndirirdilər. Müəllim isə bunu görməzdən gəlirdi və yəni onlara bir söz demirdi və dərsin keçirilməsinə davam edirdi. Sual: müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozur? Deməli, Nicatla Rəhim adında şagird arxa sırada əyləşirlər, qeyri-etik səslər çıxardır, qeyri-etik ifadələr səsləndirirlər. Müəllim isə bunlara bir söz demirdi. Məsələn, bunu düzəltməklə bağlı bir söz demir. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozur? Əlbəttə ki, müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən nəyi pozacaq, dəyərli yoldaşlar? Burada sinifdə nə yoxdur? Həmin o Nicatla Rəhim sinifdə nəyi pozdu? Sağlam mənəvi psixoloji mühiti pozdu da, düzdür? Sinifdə sağlam mənəvi psixoloji mühit yoxdur. Bu Nicatdır, bu Rəhimdir. Bunlar sinifdə qeyri-etik səslər çıxardır, qeyri-etik ifadələr çıxardır və müəllim buna həlli ilə bağlı bir tədbir görmür. Sağlam mənəvi psixoloji mühit yoxdur sinifdə, dəstəkləyici mühit pozulmuşdur. Deyir ki, sinifə yeni şagird gəlib. Başqa bir situasiya nümunəsi sizlərə təqdim edeyim. Sinifə yeni bir şagird gəlib. Sinifə gələn yeni şagirdlə sinifdə köhnə, əvvəldən olan şagirdlər arasında konflikt baş verib. Deməli, mübahisələr var. Sinifə yeni şagird gəlib. Sinifə yeni gələn şagirdlərlə
Sinifdə əvvəldən olan, köhnədən olan şagirdlər arasında konflikt var, mübahisə var. Aha. Müəllim bu hətta davaya çevrilməyə gözlənilir. Aha, müəllim bunun həlli ilə bağlı bir tədbir görmür, bunu həll etmirdi. Bunu uşaqların buna qarışmağın düz olmadığını düşünürdü ki, bunu uşaqlar öz aralarında həll etməsini gözləyirdi. Mhm. Sual: müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozur? Əlbəttə ki, müəllim burada dəstəkləyici mühitin yaradılması tələbini pozmuş sayılır. Səbəb, niyə dəstəkləyici mühitin yaradılması tələbini pozur? Çünki müəllim sinifdə nə edir? Sinif üçün sağlam mənəvi psixoloji mühit qurmur, yaratmır. Yəni müəllim necə sinifdə təzə gələn şagirdlərlə köhnə şagirdlər arasında konflikt var. Sən necə bunu düzəltməməlisən axı? Necə misal üçün o şagirdlər arasında düzgün ünsiyyəti bərpa eləmirsən. Sağlam mənəvi psixoloji mühit yoxdur sinifdə. Nə pozuldu dəyərli yoldaşlar? Dəstəkləyici mühit pozuldu. Müəllim sinifdə sağlam mənəvi psixoloji mühit deməli qurmalı və müəllim sinifdə sağlam mənəvi psixoloji mühiti qoruyub yaratmalıdır. Aha. Başqa bir situasiyaya baxırıq. Deyirəm ki, Şəlalə müəllimə, misal üçün 5-ci sinif şagirdləri ilə çox sərt davranırdı. Sinifdə bir avtoritar bir rejim qurmuşdu. Başqa bir nümunəyə gətirim sizlərə, başqa bir situasiya gətirim. Şəlalə müəllimə 5-ci sinif şagirdləri ilə çox sərt bir rejim qurmuşdu, çox avtoritar bir rejim qurmuşdu. Bütün şagirdlər Şəlalə müəllimədən qorxurdular. Hətta qorxduqlarından suallarını belə Şəlalə müəlliməyə verməkdən, deməkdən çəkinirdilər. Şəlalə müəlliməyə qorxduqlarından suallarını belə demirdilər, öz suallarını belə, fikirlərini belə çatdırmırdılar Şəlalə müəlliməyə. Yaxşı, sual verirəm. Burada Şəlalə müəllim pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozur? Sadəcə Şəlalə müəllimi dirinləyirlər də qorxularından, sual belə vermirlər. Aha, burada Şəlalə müəllim pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozur? Cavab: Şəlalə müəllimə burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən pedaqoji prosesin tamlığını pozur. Səbəb: çünki üzr istəyirəm, dəstəkləyici mühitin yaradılmasını pozur. Çünki sinifdə sağlam mənəvi psixoloji mühit yoxdur. Necə yəni şagird müəllimdən qorxur, sual da verməyə çəkinirlər? Deməli, burada nə yoxdur dəyərli yoldaşlar? Sinifdə bir dəstəkləyici mühit yoxdur, sinifdə sağlam öyrənmə mühiti, düzgün bir mühit yoxdur. Baxın, dəstəkləyici mühitin yaradılması budur. Sinifdə bir düzgün, sağlam öyrənmə mühiti olsun. Sinifdə bir düzgün öyrənmə mühiti ki, yaradılsın. Bax, bu dəstəkləyici mühitin yaradılması prinsipidir, dəyərli yoldaşlar. Deməli, deyir ki, müəllim xəyali dərsə hazırlıqsız gəlmişdi. Müəllim buna görə də xəyaləni bərk danladı. Yəni, xəyali isə keçici yerində ağlamağa başladı. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozdu? Müəllim dəstəkləyici mühitin yaradılmasını pozdu. Niyə? Sinifdə deməli nədir? Gərgin, sağlam psixoloji mühiti pozdu. Sinifdə sağlam mənəvi psixoloji mühit yoxdur. Müəllim bunu gərginlik yaratdı. Aydındır. Deməli, dəstəkləyici mühitin yaradılmasında nə var dəyərli yoldaşlar? Birinci diqqət edəcəyimiz məqam dəstəkləyici mühitin yaradılmasına birinci diqqət edəcəyimiz məqam ondan ibarətdir ki, sağlam mənəvi psixoloji mühitin qurulması, sağlam mənəvi psixoloji mühitin yaradılması. Aha, burada ikinci diqqət edəcəyimiz məqam nədir? Burada ikinci diqqət edəcəyimiz məqam maddi texniki baza və infrastrukturdur. Maddi texniki baza plus infrastruktur. Aha. Deməli, burada ikinci diqqət eləyəcəyimiz məqamlar isə maddi texniki baza ilə infrastrukturun yerində olmasıdır. Bəli, müəllim maddi texniki bazanı düzgün yerində etməlidir, müəllim infrastrukturu yerində eləməlidir. Deməli, necə biz maddi texniki baza ilə, necə infrastrukturu yerində eləməliyik və yaxud da məktəbin maddi texniki baza infrastrukturu yerində olmalıdır. Deyir ki, məktəbdə şagirdlər məktəbin kitabxanasından istifadə etmirdilər. Baxın, şagirdlər məktəbin kitabxanasından istifadə etmirlər. Şagirdlərlə sorğu keçirilir və şagirdlərlə sorğu zamanı bunun səbəbini öyrənmək istənilir. Yəni, misal üçün, şagirdlər kitabxanaya getmirlər və bunun da məktəb rəhbərliyi niyə kitabxanadan istifadə etmədiklərini şagirdlərin səbəbini araşdırmaq çalışırlar.
Şagirdlər deməli bu sorğuda hər biri bildirir ki, kitabxananın şəraitinin çox deməli zəif olması, yəni təmirinin zəif olması, otaqların soyuq olması, işıqsız olması bir. 2 kitabxanada lazımi kitabların olmaması səbəbindən uşaqlar məktəbin deməli belə deyək də kitabxanasından istifadə etmirdilərmiş. Sual verirəm, bu məktəbdə pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı prinsip pozulmuşdur? Pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən əlbəttə ki, dəstəkləyici mühitin yaradılması prinsipi pozulmuşdur. Düzdür? Aha. Niyə? Çünki burada maddi texniki baza infrastruktur yoxdur. Aydındır, məktəbdə düzgün maddi texniki bazanın yaradılması, məktəbdə düzgün infrastrukturun yaradılması, dəstəkləyici mühitin yaradılması prinsipinə öz əksini tapır. Sonra dəstəkləyici mühitin yaradılmasında bir də gəlir təhlükəsiz təhsil şəraiti. Aha, bir də burada var nə? Təhlükəsiz təhsil şəraiti. Müəllim burada təhlükəsiz təhsil şəraiti qurmalı və təhlükəsiz təhsil şəraitini qoruyub yaratmalıdır. İndi gəlin görək təhlükəsiz təhsil şəraiti nədir bəs? Baxın dəyərli yoldaşlar, təhlükəsiz məktəb üçün, sinif üçün təhlükəsiz bir təhsil şəraiti qurmaq və təhlükəsiz təhsil şəraiti yaratmaq. Deyir ki, Fidan deməli Fidan müəllimin dərsində şagirdlər kimya dərsində reaksiya aparan zaman kimyəvi maddələrin biri ehtiyatsızlıqdan şagirdin əlinə töküldü və şagirdin əli yandı. Baxın, kimya dərsində şagirdlər reaksiya aparmaq istəyiblər kimya dərsində və şagirdlərdən biri laboratoriyada kimyəvi maddələrlə davranış qaydalarına düzgün əməl eləməyib və ehtiyatsızlıqdan kimyəvi maddənin biri şagirdin əlinə tökülüb və şagirdin əli yanıb. Sual: burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı pedaqoji prinsip pozulmuşdur? Cavab: dəstəkləyici mühitin yaradılması. Niyə? Çünki təhlükəsiz təhsil şəraiti müəllim sinifdə qurmayıb, yaratmayıb. Aydındır? Deyir ki, Nicat müəllimin dərsində şagirdlər kimya laboratoriyasına getdilər və müəllimin nəzarəti altında şagirdlər təcrübə apardılar. Nicat müəllimin dərsində şagirdlər kimya dərsində deməli kimya otağına getdilər, laboratoriya otağına getdilər və müəllimin nəzarəti altında şagirdlər təcrübə apardılar. Şagirdlər şəffaf eynəklərlə, əlcəklərlə təmin olundular, xalatlar geyindilər və müəllim nəzarəti ilə tam təhlükəsizlik qaydalarına əməl edərək kimyəvi reaksiyanı apardılar. Burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansına əməl olunmuşdur? Cavab: burada dəstəkləyici mühitin yaradılmasına əməl olunmuşdur. Niyə? Çünki burada təhlükəsiz şərait var. Aydındır? Müəllim sinifdə təhlükəsiz təhsil şəraiti qurmalıdır. Deməli, dəstəkləyici mühitin yaradılmasında nələr var? Müəllim sinifdə sağlam mənəvi psixoloji mühit qurmalıdır. Sağlam, yəni tərbiyə etməlidir şagirdlərə, düzgün tərbiyəvi bir mühit, psixoloji bir mühit. Maddi texniki baza infrastruktura əməl eləməlidir. Maddi texniki baza infrastruktur yerində olmalıdır, məktəbin yerində olmalıdır. Və təhlükəsiz təhsil şəraitinə əməl eləməlidir. Aydındır dəyərli yoldaşlar. Təhlükəsiz təhsil şəraiti yerində olmalıdır. Aha. Növbəti gəlir məktəb valideyn əlaqələrinin tənzimlənməsi prinsipi və mən düşünürəm ki, bu prinsiplərin içərisində ən sadə, ən rahat bir prinsipdir. Bu qısadır, sonra keçəcəm fəaliyyətin stimullaşdırılması, inkişaf yönümlülük var və daha sonra digər məsələlər var. Aha, deməli, məktəb valideyn əlaqəsinin tənzimlənməsi. Qısaca məktəb rəhbərliyi, müəllimlər, əgər bir məktəbdə ki, valideynlərlə əməkdaşlıq varsa, valideynlərlə əməkdaşlığa qarşı çıxılmırsa, məktəb valideyn əlaqələrinin tənzimlənməsi prinsipi qorunur, gözlənilir. Əgər yox, bir məktəbdə ki, məktəbdə valideynlərlə əlaqə yoxdursa, valideynlərlə əlaqəyə qarşı çıxırlarsa, deməli orada məktəb valideyn əlaqələri yoxdur. Təhsil müəssisəsinin idarə edilməsi, təlim-tərbiyə prosesinin təşkili ilə bağlı problemin aradan qaldırılmasında, müəssisənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində valideynlərin rolunun təmin olunmasıdır. Əsas burada valideynlərə diqqət yetirmək lazımdır. Yəni valideynlər prosesə cəlb olunur. Məsəl üçün, situasiya verilir ki, filan məktəbdə misal üçün də valideynlərin təhsil prosesinə məşğul olmağı, təhsil prosesinə qoşulması ilə bağlı, təhsil prosesi ilə maraqlanması ilə bağlı
maneələr yaradılır məktəb rəhbərliyi tərəfindən, müəllimlər tərəfindən. Burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı pozulmuşdur? Cavab məktəb valideyn əlaqələrinin tənzimlənməsi prinsipi pozulmuşdur. Bir daha təkrar edirəm, əgər bir məktəbdə ki, valideynlərlə əlaqə varsa, valideynlərlə düzgün ünsiyyət, valideynlərlə düzgün əlaqə qurulubsa, burada məktəb valideyn əlaqələri tənzimlənir. Yox, əgər bir məktəbdə ki, valideynlərlə düzgün əlaqə qurulmur, valideynlər təhsil prosesindən uzaqlaşdırılırsa, artıq burada məktəb valideyn əlaqələrinin tənzimlənmə prinsipi pozulur. Aha, davam edək, fəaliyyətin stimullaşdırılmasına baxırıq, sonra inkişaf yönümlüyə baxacağıq. İndi gəlin baxaq. Sonda hər birini bir-bir ümumiləşdirəcəyik. Narahat olmayın, hər biri bir-bir ümumiləşəcək. Gəlin baxaq. Deməli, növbəti gəlir fəaliyyətin stimullaşdırılması. Fəaliyyətin stimullaşdırılması nədir? Şagirdə rəyin verilməsidir. Proses mötərizədə yazıram, proses anında. Proses anında fəaliyyətin stimullaşdırılması, şagirdə düzgün rəylərin verilməsidir. Baxın, proses anında, proses bitəndə bu verilirsə inkişaf yönümlülükdür. Tamam. İndi bu sizə biraz qaranlıq qalacaq ki, Coşqun müəllim, nədir proses anında? Nədir proses bitəndən sonra? Bunu bizə bir ətraflı izah edə bilərsinizmi? Bəli, mən sizə ətraflı indi izah edəcəm. Deməli, biri var proses anında, biri var proses ümumiyyətcə rəyin verilməsi nədir? Rəy şagird haqqında rəy demək nə deməkdir? Bu şagirdə baxın, müasir metodikada, kurikulumda formativ qiymətləndirmədə rəy anlayışı var. Rəy nədir? Şagirdə yəni şagird haqqında məlumat verirsən özü haqqında. Məsəl üçün, şagirdə rəy verirəm, Aydana rəy verirəm. Deyirəm, Aydan, bugünkü dərsə cavabından görürəm ki, bugünkü dərsdə çox çalışmısan. Bunu yüksək qiymətləndirirəm. Baxın, deyirəm, Aydan, bugünkü dərsə cavabından görürəm ki, sən bugünkü dərsə çox çalışmısan. Bunu yüksək qiymətləndirirəm. Ancaq məsələ həllində çətinliyin var. Daha çox məsələ həll ilə bunun öhdəsindən gəl. Bu nədir? Rəydir. Baxın, rəy həm fəaliyyətin stimullaşdırılmasında var, həm inkişaf yönümlülükdə var. Əgər proses anında verilirsə, baxın, var formativ rəy, var summativ rəy. Əgər proses anında verilirsə, bu deməli fəaliyyətin stimullaşdırılması prinsipinə əməl olunmasıdır. İndi gəlin baxaq. Bax, deyir ki, riyaziyyat dərsində, bax, indi nümunələr deyəcəm, fəaliyyətin stimullaşdırılması nədir, inkişaf yönümlülük nədir, bunları necə ayırmaq lazım olduğunu siz biləcəksiniz. Deməli, gəlin baxaq. Bax, deyirəm ki, sizlərə riyaziyyat dərsində müəllim gördü ki, şagirdlər qruplarla işləyən zaman və yaxud da fərdi işləyən zaman, fərqi yoxdur, və yaxud da cütlərlə işləyən zaman gördü ki, şagirdlər riyazi məsələlərin həllində səhv istiqamətdə gedirlər. Çünki düsturu yerinə səhv qoymuşdular deyə, düsturu səhv bilirlər deyə, səhv düsturdan istifadə ediblər deyə məsələnin həllini tamamilə səhv istiqamətdə gedirlər. Və müəllim ona görə də prosesin sonunu gözləmədən şagirdlərə bildirdi ki, burada düsturdan səhv istifadə, yəni səhv düsturdan istifadə etdiyinizə görə burada bunu düzəliş edin. Və şagirdlər onu düzəliş etdilər və məsələni düz istiqamətdə həll elədilər. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansına əməl elədi? Cavab fəaliyyətin stimullaşdırılması. Səbəb, baxın, müəllim prosesin bitməsini gözləmir. Elə proses anında gedişatdaca şagirdlərə düzəlişlər verir, istiqamətlər verir ki, şagirdlər elə gedişatdaca düzgün istiqamətlərlə getsinlər. Düzgün yolda getsinlər. Baxın, bu proses anında rəylər verilirsə, bu fəaliyyətin stimullaşdırılmasıdır. Və yaxud da ingilis dili dərsində şagirdlər bir mətni tərcümə edirdilər və böyük bir mətnin tərcüməsi zamanı cəmi 3 sözün tərcüməsini səhv bildikləri üçün, səhv tərcümə etdikləri üçün ümumilikdə mətnin tərcüməsi səhv istiqamətdə gedirdi. Və müəllim şagirdlərə həmin o 3 sözün düzgün tərcüməsini dedi və şagirdləri düzgün istiqamətdə həlli yönəltdi. Deməli, müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı prinsipə əməl elədi? Cavab fəaliyyətin stimullaşdırılması prinsipinə əməl elədi. Yəni, burada gedişatda biz nə görürük? Müəllim prosesi bitməyini gözləmir. Proses anındaca şagirdə lazımi düzəlişlər edir. Əgər müəllim bunu proses anındaca eləyirsə,
burada fəaliyyətin stimullaşdırılması prinsipinə əməl eləyir. Proses anındaca eləyir. Aydın oldu dəyərli yoldaşlar. Misal üçün, ibtidai sinif dərsində şagirdin biri çıxdı şeir danışmağa. Şagird bu şeiri çox tələsik formada, tez-tez sözləri düzgün, intonasiyasız şeiri söyləməyə başladı. Müəllim onu dayandırdı və artıq başa saldı ki, o tələsir və sözləri düzgün intonasiya ilə deməyə istiqamət verdi. Daha sonra şagird bundan sonra şeiri təkrar düzgün, tələsmədən intonasiyalı qaydada şeiri danışdı. Tamam. Sual olunur burada. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansına əməl eləyir? Cavab fəaliyyətin stimullaşdırılması. Baxın, müəllim şagirdin prosesi bitməyini, deməli gözləmir. Şeirin bitib şeir bitirəndən sonra şagirdlər də şeirdə səhvlər edə bilər. Amma müəllim prosesin bitməyini gözləmir. Proses anındaca şagirdlərə düzgün istiqamətlər verir ki, şagird düz istiqamətdə getsin. Şagird hələ yolu gedir ha. Yolu gedəndə yolunu düzəldir ki, sən bu düz yolla get. Aydındırmı? Bu fəaliyyətin stimullaşdırılmasıdır. Ona görə də mən buna demişəm ki, açar söz olaraq bunu verirəm ki, sizə proses anında düzgün istiqamətlərin verilməsi. Yəni şagird tapşırığı həllində, misal həllində, qrup işində, layihə işində, deməli misal üçün şagirdlərə layihə işləri veririk də və yaxud da problem əsaslı öyrənmələr var, layihə əsaslı öyrənmələr var. Bu layihə əsaslı öyrənmələrdə, problem əsaslı öyrənmədə bir də görürsən şagird problem əsaslı öyrənmə vermirsən, problemin həllini araşdırır, amma problemin həllində səhv istiqamətdə gedir. Aha. Sən burada nə etməlisən? Şagirdə fəaliyyətin stimullaşdırma prinsipində, yəni problemin sonunu, həllin sonunu gözləmədən elə proses anındaca düzgün istiqamətə yönləndirməlisən. Bax, fəaliyyətin stimullaşdırılması budur. Daha sonra, misal üçün şagirdə layihə əsaslı öyrənmə verirsən. Misal üçün şagirdə layihə əsaslı öyrənmə vermirsən ki, ətraf mühitin çirklənməsinin qarşısının alınma yolları ilə bağlı bir layihə üzərində işləyirlər. Amma baxırsan ki, layihəni səhv istiqamətdə aparırlar. Da sonunu gözləyim qoy bitirsinlər deyəcəm burada bu səhv idi. Xeyr. Sonunu gözləmədən sən istiqamət verirsənsə, düzəliş edirsənsə, bu fəaliyyətin stimullaşdırılması prinsipi sayılır. Görürsüz, burada da şagirdlər, misal üçün, sistem dərsində, misal üçün, müəllim yanlarında dayanıbdır və burada nəsə robot düzəldirlər. Ola bilər ki, yerindəcə bu uşaqlardan biri, hansısa bir robotda nəsə səhv olsa, müəllim tez dərhal düzəliş edib düzgün istiqaməti yönəldəcək. Aha, sonraki öyrənəcəyimiz prinsip. Bundan sonra öyrənəcəyimiz prinsipimiz isə nə gəldi? İnkişaf yönümlülük. İnkişaf yönümlülükdə isə belə bir qayda var. Proses bitirəndən sonra, proses bitdikdən sonra və burada belə bir şey var. Yəni mən açar söz olaraq siz qarışdırmayasınız deyə proses anında, deməli, pedaqoji fəaliyyətin stimullaşdırılması demişəm. Proses bitdikdən sonra inkişaf yönümlülük demişəm. İndi gəlin baxaq. Şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsidir. İndi nə cürdür? Bax, bununla bağlı suallar nə cür düşür? Gəlin buna baxaq. Baxın, dəyərli müəllim həmkarlar. Mənim öz ödənişli qruplarım var da kurikulumdan. Mən onlarla canlı dərslər keçirəm, həftədə 4 dəfə Zoom-la və s. və ilaxır. Görürəm ki, hansısa bir qrupumdur, hansısa bir dərsi düzgün anlamayıbdır. Qrupdur, misal üçün, dərsi keçdim də, düzdür. Dərsi, onlara test verdim, baxıram testi işləyə bilmirlər və yaxud da bazar günü mənim hər bir qrupumla həftə içi keçdiyim dərsləri sual-cavab edirəm Zoom-la. Görürəm ki, bazar günü Zoom-la sual-cavab eləyəndə, misal üçün, bu həftə mən yanvar qrupumdan sual-cavab elədim. Dünən bazar günü sual-cavab elədim. Gördüm ki, yanvar qrupum, deməli, müəllimlərin etik davranış qaydalarını yaxşı mənimsəməyiblər, onu testlərdə çətinlik çəkirlər. Çünki bazar günü sual-cavabda gördüm ki, yaxşı cavab verə bilmədilər. Artıq mən növbəti dərs üçün özümə bir plan qurmuşam ki, yanvar qrupumun dərsi ikinci gündür. İkinci gün yanvar qrupuma həmin o etik davranış qaydalarına aid əlavə qəşəng testlər hazırlayım, öyrədici testlər hazırlayım ki, onlar onu öyrənsinlər.
Aydındır? Və mən bazar günü sual-cavabımı məhz buna görə eləmişəm. Adam var ancaq YouTube-la keçir, gedir. Xeyr, misal üçün mən bazar günü sual-cavab eləyirəm ki, o görə müəllimin keçdiklərimi öyrəndimi? Sual-cavab eləyirəm də. Keçdiklərimi öyrəndimmi? Harda öyrənə bilmədim, onu təzədən bir də izah edirəm. Və məsəl üçün mən artıq bu gündən başlamışam testləri hazırlamağa, tapşırıqları hazırlamağa. Sabah bu yanvar qrupuma deməli tapşırıqları təkrar bir daha işlədib o deməli məndən etik davranış qaydalarını möhkəmləndirəcəm. Mən burada hansı prinsipə əməl eləyirəm? Mən inkişaf yönümlülük. Niyə? Çünki adı üstündür. Yəni öz müdavimlərimin inkişafına çalışıram. Mən proses bitdikdən sonra dərs məndən etik davranış qaydası dərsi olub bitib ha. Sonra onları qiymətləndirmə, təhsil nailiyyətlərini təhlil eləyirəm. Bax cümlələrə baxın, şagirdlərim mən də burada mən müdavimlərimi eləyirəm təbii ki. Şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsidir. Bəli, mən müdavimlərimin təhsil nailiyyətlərini təhlil elədim və onların təhsil nailiyyətlərini təhlil etdikdən sonra və alınan nəticələr əsasında mən nə etdim dəyərli yoldaşlar? Onların inkişaf perspektivlərini ehtiva edən bir kompleks tədbirlər həyata keçirdim. Mənim kompleks tədbirlər həyata keçirməyim nə oldu? Misal üçün mənim kompleks tədbirlər həyata keçirməyim onunla bağlı bir deməli bir tutalım ki, testlər olacaq, ondan ehtiyac olarsa təkrar bir dərs olacaq. Aydındır? İndi gəlin baxaq. Bax, məsələn, müəllim sinifdə imla yazdırır. Bax, bunu burada verdiyim nümunə çox yaxşı bir nümunədir. Gəlin buna baxırıq. Məsələn, müəllim sinifdə imla yazdırır. Yazdırdıqdan sonra müəllim şagirdlərin imlalarını yoxlayır. Sinifdə şagirdlərlə imla yazdırır. Yazdırdıqdan sonra imlaları yoxlayır. Görür ki, demək olar hamısı orfoqrafik səhvlər edir. Səhvlər daha çox ediblər. Baxın, mənim imlanı yazdırır, yazdıqca proses bitdi. Götürür sonra şagirdlərin vərəqlərinə baxır ki, əksəriyyət orfoqrafik səhvlər eləyəcək. Bundan sonra müəllim orfoqrafik qaydalarla daha çox məşğul olur ki, onları bir daha keçir şagirdlərə ki, şagirdlərdə irəliləmə olsun. Burada hansı prinsipə əməl olunur? İnkişaf yönümlülük. Misal üçün, başqa bir nümunədə mən deyim. Müəllim şagirdlərlə summativ qiymətləndirmə keçirdi. Aha. Müəllim tutalım ki, adi onluq kəsrlər bölməsini riyaziyyatda tədris etdikdən sonra, bu bölməni keçdikdən sonra şagirdlərə summativ qiymətləndirmə keçirdi. Gördü ki, şagirdlərin əksəriyyəti kəsri kəsrə bölməkdə çətinlik çəkir. Və bundan sonra müəllim şagirdlərə kəsri kəsrə bölmə hissəsini bir də izah elədi. O dərsi bir daha izah elədi. Müəllim şagirdlərə hansı prinsip əməl elədi? Müəllim şagirdlərlə inkişaf yönümlü prinsipini əməl elədi. Deyir ki, şagirdlərlə qiymətləndirmə nəticələrinin nailiyyətlərini təhlil etdikdən sonra inkişaf etdirici addımların atılması. Bax cümləyə təkrar edirəm. Şagirdlərin qiymətləndirmə nəticələrini təhlil edirsən, şagirdlərin qiymətləndirmə nəticələrini təhlil etdikdən sonra onlarla inkişaf etdirici tədbirlərin görülməsi inkişaf yönümlüdür. Aha, keçək. Növbəti prinsipimiz gəlir, dəyərli yoldaşlar, şəxsiyyət yönümlülük. Aha, indi gəlin baxaq dəyərli yoldaşlar. Növbəti prinsipimiz, axırda indi bu prinsipləri keçəndən sonra qara lövhədə bir dəfə ümumiləşdirəcəm. Növbəti prinsipimiz gəlir şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük prinsipi hansı prinsipdir? Şəxsiyyət yönümlülük prinsipi şagirdlərdə idrak, ünsiyyət, psixomotor bacarıqlarının inkişaf etdirilməsi, düzdür, buradan da sual düşmür, idrak, ünsiyyət, psixomotor bacarıqları. Bir də şagirdlərdə milli bəşəri dəyərlərin formalaşdırılması. Yəni şəxsiyyət yönümlülük prinsipində deyir ki, müəllim şagirdi bir şəxsiyyət kimi formalaşdır. Onlarda idrak, ünsiyyət və psixomotor bacarıqlarını inkişaf elətdir və onlarda milli bəşəri dəyərlər formalaşdır. İndi baxın, əsas burada milli və bəşəri dəyərlər. İndi gəlin baxaq, şagirdlərdə milli bəşəri dəyərlərin formalaşdırılması, idrak, ünsiyyət, psixomotor bacarıqlarını inkişaf etdirməklə onlarda milli bəşəri dəyərlərin formalaşdırılması nə sayılır? Dəyərli yoldaşlar, deməli, şəxsiyyət yönümlülük prinsipi sayılır. Bir daha təkrar edirəm, şagirdlərdə idrak, ünsiyyət, psixomotor bacarıqlarını inkişaf etdirməklə şagirdlərdə milli və bəşəri dəyərlərin formalaşdırılması nə sayılır? Şəxsiyyət yönümlülük prinsipi sayılır.
Deməli, müəllim şagirdlərə dərs keçən zaman 2-ci Qarabağ müharibəsindən, şəhidlərimizdən, şəhidlik zirvəsinin ucalığından, qazilərimizdən danışdı. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansına əməl elədi? Cavab: şəxsiyyət yönümlülük prinsipinə əməl elədi. Niyə? Çünki şagirdlərə milli və bəşəri dəyərlər formalaşdırdı. 2-ci Qarabağ müharibəsində şəhidlərimizdən, şəhidlik zirvəsinin ucalığından danışdı, qazilərimizdən danışdı. Şəxsiyyət yönümlülük prinsipinə əməl elədi? Bəli, şəxsiyyət yönümlülük prinsipinə əməl elədi. Daha sonra davam edirik. Müəllim şagirdlərə deməli, davam edirik dəyərli yoldaşlar. Müəllim başqa bir situasiyaya baxırıq. Müəllim şagirdlərə Novruz bayramı ərəfəsində, Novruz bayramı gəlir də qarşıda. Novruz bayramı ərəfəsində şagirdlərə Novruz adət-ənənələrimizdən, bu adət-ənənələrimizin qədimiliyindən danışdı. Milli bir adət-ənənələrimizdir də, düzdürmü bizim? Müəllim şagirdlərlə pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansına əməl elədi, hansını yerinə yetirmiş oldu? Cavab: şəxsiyyət yönümlülük prinsipinə əməl eləmiş oldu. Niyə? Çünki Novruz adət-ənənələrimiz, bu adət-ənənələrimizin qədimiliyi nədir? Bu bizim milli bəşəri dəyərlərimizdir. Müəllim şagirdlərlə dərsi keçən zaman şagirdlərimizə deməli müəllim şagirdlərlə dərsi keçən zaman şagirdlərimizə nə deyək, dövlətə sevgi, vətənə sevgi, millətə sevgi hisslərini öyrətdi. Yəni aşıladı. Müəllim şagirdlərlə hansı prinsipə əməl elədi? Şəxsiyyət yönümlülük prinsipinə əməl elədi. Müəllim şagirdlərə böyüklərə hörmət, kiçiyə qayğı, sevgidən danışdı. Baxın, müəllim şagirdlərə böyüklərə hörmət, kiçiyə qayğı, sevgidən danışdı. Müəllim burada kurikulumun pedaqoji prosesin təşkilinə verilmiş hansı prinsipə əməl elədi? Cavab: milli bəşəri dəyərlərə əməl edilmiş sahədir. Aydındır, şəxsiyyət yönümlülük prinsipinə əməl edilmiş sahədir. Aydın oldu dəyərli yoldaşlar. Şəxsiyyət yönümlülük prinsipinə nədir? Milli bəşəri dəyərlər. Aha, misal üçün başqa bir nümunə göstərim də. Deyir ki, deməli, misal üçün müəllim şagirdlərə sinifə yeni bir Çinli şagird gəlmişdi. Həmin şagirdlərin, digər şagirdlərin həmin Çinli şagirdə qarşı münasibəti fərqli idi. Onun misal üçün də çərtkə yediyini düşünürdülər, qurbağa yediyini düşünürdülər. Müəllim şagirdlərə tolerantlıqdan, multikulturalizmdən, fərqli mədəniyyətlərə hörmət, mədəni məlumatlılıq deməli səriştəsi formalaşdırmağa çalışdı. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansına yerinə əməl elədi? Şəxsiyyət yönümlülük, yəni milli bəşəri dəyərlər formalaşdırdı. Aha. Davam edək dəyərli müəllim həmkarlarım. Və növbəti prinsipimiz gəlir hansı prinsipimiz? Şagird yönümlülük prinsipi. İndi gəlin görək şagird yönümlülük prinsipi hansı prinsipdir? Şagird yönümlülük prinsipi isə şagirdin maraq və tələbatlarının nəzərə alınması. Burada iki şey var. Bir, şagirdin maraq və tələbatlarının nəzərə alınması, tələbatları. İki, potensial imkanlarının inkişafı. Aha. Baxın, şagird yönümlülük prinsipində iki əsas məqam var. Şagirdin maraq və tələbatlarının nəzərə alınması və hər bir şagirdin potensial imkanlarının inkişaf etdirilməsi. Gəlin bu cümlələrə nəzərə salaq və görək burada nə demək istəyir. Deyir ki, Əli müəllim şagirdlərlə dərs keçən zaman hər zaman əyani vasitələrdən istifadə edir, şagirdlərlə dərsi maraqlı, əyləncəli keçirdi. Yəni əyani vasitələrdən istifadə etdiyi üçün, yəni dərslər çox maraqlı və əyləncəli olurdu. Ona görə də şagirdlər Əli müəllimin dərsini hər dəfə səbirsizliklə gözləyirdi. Əli müəllim dərsinin başlanmasını hər dəfə səbirsizliklə gözləyirdilər. Əli müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını əməl edir? Cavab: şagird yönümlülük prinsipinə əməl edir. Niyə? Çünki şagirdin maraq və tələbatlarını gözləmiş sayılır. Və yaxud da deyirəm ki, Asel müəllimə dərsi keçən zaman həmişə müasir iş üsullarından, müasir iş formalarından istifadə edərək dərs keçirdi. Yəni müasir interaktiv, kinestetik şagirdlər hərəkətdə olan
müasir iş üsullarından, müasir iş formalarından istifadə edərək dərsə keçirdi. Ona görə də şagirdlər Aysel müəllimənin dərsini gözləməsini səbirsizliklə, dərsinin başlamasını səbirsizliklə gözləyirdilər və Aysel müəllimənin dərslərini çox sevirdilər. Sual: Aysel müəllimə burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını yerinə yetirmiş sayılır? Cavab: Aysel müəllimə şagird yönümlülük prinsipini yerinə yetirmiş sayılır. Səbəb: çünki şagirdin maraq və tələbatlarını nəzərə alır. Başqa bir situasiya, başqa bir nümunə deyim mən sizə. Fidan müəllimə dərsi keçən zaman sinifdə hansı iş üsullarından istifadə edəcək, dərsdə hansı iş üsullarından istifadə edəcək, dərsdə hansı iş formalarından istifadə edəcək. Baxın, Fidan müəllimə dərs keçən zaman dərsdə hansı iş üsullarından istifadə edəcək, dərsdə hansı iş formalarından istifadə edəcək. Hər zaman bunu şagirdlərlə məsləhətləşib edirdi. Yəni şagirdlərin maraqlarını da, istəklərini də nəzərə alırdı. Fidan müəllimə burada hansı prinsip əməl edir? Şagird yönümlülük. Birinci, şagirdin maraq və tələbatları nəzərə alınırdı. Və daha sonra şagirdin potensial imkanının inkişafı var, dəyərli yoldaşlar. Dəyərli müəllimlər, hər bir şagirdin potensial imkanı var və müəllim o potensial imkanları bilməlidir və şagirdini tanımalıdır potensial imkanlarını və həmin o şagirdlərinin potensial imkanlarını inkişaf etdirməlidir. Baxın, müəllim şagirdlərin hər bir şagirdinin potensial imkanlarını bilməli və yaxud da hər bir şagirdinin potensial imkanlarını inkişaf etdirməlidir. Gəlin necə? Gəlin baxaq dəyərli yoldaşlar. Baxın, şagirdin potensial imkanının inkişafı, potensial imkanlarının inkişafı. Deyirəm ki, misal üçün, bax sizə bir şey deyim. Bax, bizim övladımız, tutalım ki, övladımız tarixdən 40 bal toplayıb, summativdə, riyaziyyatdan 90 bal toplayıb. Tamam. Övladımızı hansı fənlə məşğələyə qoyardıq? Bax, indi bunu niyə deyəcəm sizə, şagird yönümlülük izah eləmək üçün. Bax, təsəvvür edin, övladımız tarixdən 40 bal toplayıb, summativdən. Riyaziyyatdan 90 bal toplayıb. Övladımızı hansı fənlə fərdi məşğələyə qoyardıq? Mənə əksəriyyətiniz deyəcəksiniz ki, yəni inanıram ki, deyəcəksiniz tarix, niyə? Çünki tarixi aşağı yazıb. Amma əslində kurikulum deyir ki, şagird yönümlülük deyir ki, Avropa təhsil sistemi deyir ki, ümumiyyətlə dünya təhsil sistemi deyir ki, artıq inkişaf etmiş təhsillər bunu deyir ki, şagirdi riyaziyyat fənnindən belə olan halda şagirdi riyaziyyat fənnindən hazırlığa qoymaq lazımdır. Deməli, şagirdinin potensial imkanı riyaziyyata görədir. Bəlkə riyaziyyatdan daha yaxşı inkişaf edib, bəlkə bir riyaziyyatçı alim olacaq. Deməli, şagirdin müəyyən bir potensial imkanını tapıb, həmin o şagirdin potensial imkanını inkişaf etdirmək lazımdır. Misal üçün, deyir ki, Rəvanənin yaxşı rəsm çəkmək qabiliyyəti var idi və Rəvanənin yaxşı rəsm çəkmək qabiliyyəti olduğunu görən müəllimi 8 noyabr Zəfər günü ilə bağlı bütün tabloların çəkilməsini Rəvanəyə tapşırdı. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını əməl elədi? Cavab: şagird yönümlülük. Səbəb: Rəvanənin yaxşı rəsm çəkmək qabiliyyəti var. Müəllim də bunu görür, qardaşım. Müəllim də istəyir ki, qoy Rəvanə bütün şəkilləri Rəvanə çəksin. Çünki şagirdin potensial imkanını inkişaf elətdirmək istəyir. Nicatın yaxşı natiqlik bacarığı olduğunu görən müəllim Novruz bayramı ilə keçirilən məktəb tədbirinin aparıcılığını Nicata tapşırdı. Səbəb: müəllim bunu Nicata niyə tapşırır? Çünki Nicatın potensial imkanı var da, qardaşım. Müəllim çalışır ki, onda o natiqlik bacarığını daha da qabarıq şəkildə inkişaf elətdirsin. Hansısa bir şagirdin potensial imkanının qabağa çıxarılması, inkişaf etdirilməsi və həmçinin maraq və tələbatlarının nəzərə alınması şagird yönümlülük prinsipi sayılır, dəyərli yoldaşlar. Və gələk inklüzivliyi də keçək. İnklüzivliyi keçəndən sonra qara lövhədə bu qədər keçdik 9 dənə prinsipi bir ümumiləşdirək sizlərlə. Aha, inklüzivlik. İnklüzivlik nədir? Deməli, inklüzivlik sözünün mənası təhsilin, yazıram bura, təhsilin hər kəs üçün əlçatanlığıdır. Deməli, inklüziv təhsil nədir? Təhsilin hər kəs üçün əlçatan olması inklüzivliyi verir bizə.
Ümumiyyətcə inklüziv təhsili çox vaxt müəllimlər belə başa düşürlər ki, ancaq sağlamlıq imkanı məhdudlar. Xeyr. Düzdür, sağlamlıq imkanı məhdudların da təhsil alması inklüziv təhsilin içərisində yer alan məqamlardan biridir. Amma tək sağlamlıq imkanı məhdud olan şagirdlər üçünmü nəzərdə tutulub inklüziv təhsil? Xeyr. Bəs inklüziv təhsil ümumilikdə nə deməkdir? İnklüziv təhsil ümumilikdə təhsilin hər kəs üçün, hamı üçün əlçatanlığı deməkdir. İndi gəlin görək, təhsilin hər kəs üçün, hamı üçün əlçatanlığı dedikdə nəyi nəzərdə tuturuz? Təhsil hər kəs üçün, hamı üçün necə əlçatan ola bilər? Deməli, fiziki, psixi, intellektual xüsusiyyətlərindən və sağlamlıq imkanından asılı olmayaraq təhsilin bütün uşaqlar üçün əlçatanlıq olmasıdır. İndi gəlin baxaq. Bax, fiziki xüsusiyyətlər. Düzdür? Aha, psixi xüsusiyyətlər. Fiziki nədir dəyərli yoldaşlar? Psixi məhdudiyyət nədir? Aha, birinci fiziki məhdudiyyət. Görürsüz? Məsələn, yeriyə bilməmək, məsələn, kəkələmək və s. Misal üçün, şagirdin biri deyir ki, kəkələyirdi sözləri deyəndə, müəllim ona vaxta qənaət eləmək üçün deməli, deyirdi ki, sən sadəcə dinlə, dərsi danışma. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozur? Baxın, şagirdin biri dərs danışan zaman kəkələyirdi. Düzdür? Ay sağ olun. Və kəkələyir dərs danışan zaman və müəllim də buna deməli vaxta qənaət eləmək məqsədi ilə şagirdi kəkələyir deyə şagirdə həmin belə deyək də şagirdə yəni danışmağa yox, dinləməyə yönəldir. Deməli müəllim burada nə edir dəyərli yoldaşlar? İnklüzivliyi pozur. Və yaxud da psixoloji, psixi məhdudiyyət. Misal üçün, tutalım ki, şagirdin biri aqressiv şagirddir. Hə, misal üçün deyir ki, şagirdin biri müəllimlərlə, şagirdlərlə aqressiv şagirddir. Ona görə də müəllim həmin şagirdlə prinsip aparır, həmin şagirdi misal üçün də tapşırıqlara cəlb eləmirdi. Müəllim burada nəyi pozur dəyərli yoldaşlar? İnklüzivliyi pozur. Baxın, ola bilər də şagirdlərimizin arasında hansısa bir ola bilər ki, psixi məhdudiyyəti olan bir şagird ola bilər, aqressiv ola bilər, ünsiyyətə girə bilməməyi bilməyən şagirdlər ola bilər. Olur da şagirdlərin içərisində eləsi olur ki, qrup işində yaxşı işləyə bilmir, ünsiyyətə girə bilmir. Ona görə də müəllim onu qrup işindən kənarda saxlayır ki, sən fərdi işlə. Hamı qrupla işləyir, sən fərdi tək işlə. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən nəyi pozur? Cavab inklüzivliyi pozur. Aydındır? Müəllim psixi məhdudiyyətinə görə şagirdlər arasında fərq qoymamalıdır. Sonra intellektual xüsusiyyəti. Bax, bu da əsas məqamlardan biridir. Elə burada əsas fiziki, psixoloji və intellektual xüsusiyyətdir. Bu intellektual xüsusiyyət də əsas məqamdır. İntellektual xüsusiyyət nədir? Ola bilər ki, şagirdin biri hansısa bir intellektual xüsusiyyətinə görə fərqlənər. Misal üçün, biri gec qavrayan şagirddir, gec öyrənən şagirddir, gec götürən şagirddir, gec başa düşən şagirddir. Hə, şagird gec başa düşür deyə deməli müəllim onu misal üçün də kənarda saxlayır, burada da inklüzivlik pozur. Misal üçün, deyir ki, müəllim bütün sinifə gətirib misal üçün sinifdə 5 dənə zəif oxuyan şagird var idi, 15 dənə də potensial imkanı yüksək şagirdlər var idi. Müəllim gətirib sinifdə ancaq çətin tipli tapşırıqlar verdi və nəticədə 15 dənə şagird yaza bildi, həmin o 5 dənə potensial imkanı aşağı olan şagirdlər yaza bilmədi. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozdu? Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən inklüzivliyi pozdu. Aydındır, dəyərli yoldaşlar? İnklüzivlik. Səbəb? Çünki hamı üçün əlçatan olmadı dərs. Aydındırmı? Əlçatanlığı pozdu. Və misal üçün o 5 dənə zəif oxuyan şagirdlər var idi ki, və onlar o tapşırıqları edə biləcək? Xeyr, onlar o tapşırıqları edə bilməyəcəklər. O 5 dənə zəif oxuyanlar üçün əlçatan olmadı. Tamam, başqa bir situasiya deyirəm. Sinifdə 20 nəfər şagird var, 15-i potensial imkanı yüksək şagirdlərdir, 5-i zəifdir. Müəllim bu 5 dənə zəif şagirdə görə gətirdi bütün sinifə asan tapşırıqlar verdi. Nəticədə 15 dənə şagird üçün dərs maraqsız oldu. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozdu? İnklüzivliyi pozdu. Düzdür? Aha, niyə? Çünki əlçatanlıq bu dəfə də 15 şagird üçün pozuldu. Bəs yaxşı, müəllim burada nə etməlidir?
15-ə, yəni o potensial imkanı aşağı olan şagirdlər üçün asan tapşırıqlar, potensial imkanı yuxarı olan şagirdlər üçün nisbətən çətin tapşırıqlar hazırlamalıdır. Aydındır? Hə, burada mənə sual verirlər ki, Coşqun müəllim, summativ tapşırıqlarda da müəllim hel eləməlidirmi? Xeyr. Bu formativ tapşırıqlar üçündür, gündəlik tapşırıqlar üçündür. Baxın, formativ qiymətləndirmə, formativ tapşırıqların məqsədi başqa şeydir. İndi formativ qiymətləndirmə dərsində onları keçirik. Summativ qiymətləndirmənin məqsədi başqa şeydir. Formativ qiymətləndirmənin məqsədi ondan ibarətdir ki, şagirdi inkişaf etdirməkdir də. Yəni yaxşı qiymət alsın deyə inkişaf etdirirsən. Burada da bu zəif uşaqlara deməli asan tapşırıqlar verib, nisbətən potensiallı uşaqlara çətin tapşırıqlar verib öyrətmək üçün müvəqqəti eləyə bilərsən. Bu formativdə mümkündür. Bu dediyim. Amma summativdə bu eləyə bilmirsən. Summativin məqsədi şagirdləri bir-biri ilə müqayisə edib şagirdlərə qiymət yazmaqdır. Ona görə də summativdə hamı üçün eyni tapşırıqları verirsən. Ola bilər summativ bir summativ tapşırığın içərisində sadə, çətin suallar ola bilər. Amma ümumilikdə hamı üçün eyni tapşırığı verməlisən. Bu suala da aydınlıq gətirin. Aydındır dəyərli yoldaşlar. Və yaxud da misal üçün inklüzivlikdə müəllim misal üçün hamı üçün eyni qiymətləndirmə meyarlarından istifadə eləsə də inklüzivliyi pozur. Çünki nisbətən potensial imkanı zəif şagirdlər üçün fərqli qiymətləndirmə meyarlarından istifadə eləməlidir. Onu da diqqətimizdə saxlayaq. Qiymətləndirmə meyarlarında da fərqliliyi qorumalıdır. İndi gəlin baxaq dəyərli yoldaşlar. Gəlin bir dənə keçdiklərimizi ümumiləşdirək. Aha, pedaqoji prinsiplər. Yazıram pedaqoji prinsiplər. Ümumiləşdirək keçdiklərimizi. Pedaqoji prinsiplərdə birinci nəyə gəldi? Pedaqoji prosesin tamlığı. Ay sonu. Birinci gəldi pedaqoji prosesin tamlığı. Mən pedaqoji prosesin tamlığında sizlərə nə demişdim? Bax, 9 dənə prinsipdən birinci gəldi pedaqoji prosesin tamlığı. Aha, pedaqoji prosesin tamlığı xatırlayaq, yadımıza salaq. Müəllimin dərs prosesini öyrədici, tərbiyəçi, inkişaf etdirici qurmasıdır. Müəllim dərs prosesində həm öyrədici olmalıdır, həm tərbiyədici olmalıdır, həm inkişaf etdirici olmalıdır. Bu üç prinsipi kompleks həyata keçirməlidir. Həm öyrədicilik, həm tərbiyəçilik, həm inkişaf etdiriciliyi bir həyata keçirməlidir. Aydındır? Və müəllim hansındakı öyrədici olmadısa, tərbiyəçi olmadı, inkişaf etdirici olmadı, işi tam görmədi. Məsəl üçün müəllim dedim ki, kimyada suyun fiziki, kimyəvi xassələrini öyrətdi şagirdlərə, amma sudan səmərəli istifadənin, sudan düzgün istifadədən danışmadı. Müəllim nəyə pozdu? Pedaqoji prosesinin tamlığı, öz işini tam görmədi. Və yaxud da başqa bir situasiyaya baxırıq sizlərlə deyə bilərəm ki, müəllim şagirdlərə deməli iynəyarpaqlı ağacların xüsusiyyətlərini öyrətdi, lakin bu ağacların insan həyatında yerə əhəmiyyətindən, bu ağaclara qayğının vacibliyindən danışmadı, öz işini tam görmədi, pedaqoji prosesi tamlığını pozdu. Başqa bir tamamilə situasiyaya baxa bilərəm ki, mən sizlərlə ki, deməli, müəllim təlim nəticəsinə şagirdlərə çatmadısa, elə təlim nəticəsinə çatmamaq da öz işini tam görməməkdir, fərq eləməz. Gündəlik təlim nəticəsi, illik təlim nəticəsinə çatmasa pedaqoji proses tam olmamış sayılır. İkinci prinsip gəlir burada. Təhsildə bərabər imkanların yaradılması. Təhsildə bərabər imkanlar. Təhsildə bərabər imkanların yaradılmasında biz nə dedik? Hamı üçün eyni təlim şəraitinin yaradılması. Biz dedik ki, tutalım ki, müəllim 7A sinifi ilə idman otağında dərs keçirsə, 7B sinifində idman otağında dərs keçmirsə, burada təhsildə bərabər imkanların yaradılması prinsipi pozuldu. Müəllim 7A sinifi üçün də idman otağında dərs keçməlidir, 7B sinifində üçün də idman otağında dərs keçməlidir. Sonra buyururda gəlir üçüncü, dəstəkləyici mühitin yaradılması. Aha, dəstəkləyici mühitin yaradılması nədir? Deməli, burada üç əsas bir məqam var. Sağlam mənəvi psixoloji mühit, maddi texniki baza infrastruktur və təhlükəsiz təhsil şəraiti. Təhlükəsiz təhsil, sağlam mənəvi psixoloji mühit, dəstəkləyici mühit və təhlükəsiz təhsil və bir, sağlam mənəvi psixoloji mühit. Düzdür?
2. Maddi texniki baza infrastruktur. 3. Təhlükəsiz təhsil şəraiti. Misal üçün, sağlam mənəvi psixoloji mühit nədir? Misal üçün, müəllim girdi sinifə, qışqırdı, şagird ağladı, şagird qorxdu müəllimdən, dəstəkləyici mühit pozuldu. 2. Şagird arxada dalaşdı, mübahisə elədi, sinifdə düzgün, sağlam öyrənmə mühiti pozuldu, sağlam mənəvi psixoloji mühit yoxdur, dəstəkləyici mühit pozuldu. Və yaxud da maddi texniki bazı infrastruktur, məktəbin partası, stolu, stulu, lövhəsi, kitabı, dəftəri, kompüter otağı, idman otağı, misal üçün, bunlar yoxdursa, interneti, şkafı, stolu, stulu, bunlar dəstəkləyici mühitin yaradılması, maddi texniki bazanın olmamasıdır, dəstəkləyici mühitin yaradılmasıdır. Və yaxud da üçüncü gəldi təhlükəsiz təhsil şəraiti. Şagirdlərdə sinifdə, məktəbdə təhlükəsiz bir mühit də yoxdursa, mən misal üçün bayaq nümunə göstərdim ki, laboratoriya maddənin birini əlinə töküldü, yandırdısa, burada dəstəkləyici mühit yoxdur, təhlükəsiz mühit yoxdur. Daha sonra gəldik məktəb valideyn əlaqələrinin qorunması. Biz dedik ki, əgər bir məktəb valideynlərlə düzgün formada əlaqədədirsə, valideynlərlə düzgün əlaqəni qoruyub saxlaya bilirsə, burada məktəb valideyn əlaqələri gözlənilir, saxlanılır deməkdir. Əgər bir məktəb valideynlərlə düzgün formada əlaqədə deyilsə, valideynlərlə əlaqəni düzgün formatda qura bilməyibsə, burada nə yoxdur? Məktəb valideyn əlaqələrinin gözlənilməsi, məktəb valideyn əlaqələrinin qurulması, deməli, burada nədir? Pozulub deməkdir. Aydın oldu, dəyərli yoldaşlar. Aha. Məktəb valideyn əlaqələrinin gözlənilməsindən, qurulmasından sonra, deməli, 5-ci gəldi, fəaliyyətin stimullaşdırılması. Fəaliyyətin stimullaşdırılması nədir? Proses anındaca şagirdlərə düzgün istiqamətlərin verilməsi. Əgər proses bitmədən, mən proses anındaca, prosesin bitməyini gözləmirəm, proses anındaca şagirdlərə düzgün istiqamətlər verirəmsə, şagirdlərə düzgün yol göstərirəmsə, bu fəaliyyətin stimullaşdırılması prinsipi sayılır. Proses anındaca şagirdlərə düzgün istiqamətlərin verilməsi, düzgün yol göstərilməsi fəaliyyətin stimullaşdırılmasıdır. Aydındır, dəyərli yoldaşlar. Misal üçün, şagird məsələni, düsturu yerinə səhv qoyub, məsələni səhv həll eləyir, yerindəcə saxlayıram da, məsələnin bitməyini gözləmirəm. Deyirəm, sən burada bunu düz həll eləməmisən və hələ bitməyini gözləmirəm. Aydındır, dəyərli yoldaşlar. Proses anındaca mən düzgün düzəlişlər eləyirəmsə, fəaliyyətin stimullaşdırılmasıdır. Proses bitəndən sonra, deməli, bu başqa şey olacaq. Proses bitəndən sonra isə inkişaf yönümlü olacaq. Aha. Deməli, proses bitəndən sonra görürəm ki, testlər verirəm, görürəm ki, şagirdlər bu mövzunu zəif bilirlər. Həmin o mövzunu təzədən bir də keçirəm, həmin mövzuya aid bir də testlər verirəmsə, bu da inkişaf yönümlüdür. Deyir, şagirdlərinin qiymətləndirmə nəticələrinin təhlilindən inkişaf perspektivləri, yəni şagirdlərin qiymətləndirmə nailiyyətlərini təhlil edib addımların atılması, müəyyən inkişaf etdirici addımların atılması inkişaf yönümlüdür. Sonra 7-ci nə gəlir? Şəxsiyyət yönümlülük dedik. 7-ci şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük nədir? Şagirdlərdə idrak, ünsiyyət, psixomotor bacarıqlarını inkişaf etdirməklə şagirdlərdə milli bəşəri dəyərlər formalaşdırılması. Müəllim şagirdlərdə əgər düzgün milli bəşəri dəyərlər formalaşdırılsa, onda idrak, ünsiyyət, psixomotor bacarıqlarını inkişaf edirsə, milli bəşəri dəyərlər, misal üçün qazilərimizdən, şəhidlərimizdən danışdı müəllim və yaxud da misal üçün adət-ənənələrimizdən, adət-ənənələrimizin qədimiliyindən danışdı, bu milli dəyərlərdir. Böyüklərə hörmət, kiçiyə qayğı, sevgidən danışdı. Şəxsiyyət yönümlülük prinsipidir. Sonra 8 gəldi şagird yönümlülük. Şagird yönümlülük nədir? Şagirdin maraq və tələbatlarını inkişaf etdirməklə onlarda deməli, şagirdin maraq və tələbatlarını inkişaf etdirməklə onların potensial imkanını deməli, inkişaf etdirilməsidir. Yox, şagirdin maraq və tələbatlarının nəzərə alınması, potensial imkanının inkişaf etdirilməsi. Bəli, mən dedim ki, misal üçün, Aysel müəllimədir, dərsi keçəndə
müasir iş üsullarından istifadə edir. Şagirdlər Aysel müəllimənin dərsini maraqla gözləyir. Şagird yönümlülük prinsipidir. Mən dedim ki, məsəl üçün müəllim Fidanın rəsm çəkmək qabiliyyətini görüb, ona görə rəsm tapşırıqlarını Fidana verir, şagirdin potensial imkanlarını inkişaf etdirir. 9-cu gəlir bu isə inklüzivlik. İnklüzivlik nədir? Təhsilin hər kəs üçün əlçatanlığıdır. Yəni təhsil hər kəs üçün əlçatan olsun. Misal üçün sinifdə zəif uşaqlar da var, güclü uşaqlar da var. Sən ancaq asan testlər gətirməməlisən və yaxud da sən ancaq çətin tapşırıqlar verməməlisən. Sən elə eləməlisən ki, dərs asan deməli həm zəif uşaqlar üçün əlçatan olsun, həm güclü uşaqlar üçün əlçatan olsun. Müəllim var, dərsdə ancaq zəif uşaqları diqqətdən kənarda qoyur, güclülərlə məşğul olur, kəsir. Onsuz da o zəifdir. O da özünü sinifin bir parçası kimi hiss eləmir, oturur qıraqda. Deməli, burada inklüzivlik pozulub da. Müəllim dərsin hər kəs üçün əlçatanlığını təmin etməlidir. Baxın, pedaqoji prosesin təşkil prinsipləri əsas da bugünkü dərsimiz bu idi. İndi səriştələrə baxaq. Düzdür, biraz çox oldu, yorucu olmasın sizləri. Amma asandır səriştələr. Gəlin görək səriştələr hansılardır. Səriştələr bunu belə deyək də, bu əslində indi keçəcəyik kompetensiyalar 20-ci əsr bacarıqları ilə eyni şeydir. Bu dövlətin qoyduğu bir bacarıqlardır. Yəni biz bu bacarıqları şagirdlərə formalaşdırmalıyıq. Səriştələr üç yerə bölünür. Təfəkkürlə bağlı səriştələr. Bax burada cədvəl var əslində. Mən bu cədvəli bölmüşəm. Deməli, baxırsınız, burada kitabımızı açırsınız. Aha, təfəkkürlə bağlı səriştələr, yaradıcılıq, kreativlik, tənqidi təfəkkür, problem görürsüz verilib burada. Fəaliyyətlə bağlı səriştələr və dəyərlər. Görürsüz, səriştələr üç yerə bölünür. Təfəkkürlə bağlı, fəaliyyətlə bağlı və dəyərlər. Kitabımızda da bu formada verilibdir. İndi mən burada sadəcə cədvəli bölmüşəm, sizə daha rahat olsun deyə. Gəlin baxaq, birinci təfəkkürlə bağlı səriştələrə baxırıq. Deməli, müəllim şagirdlərdə bu səriştələri formalaşdırmalıdır. Əslində bu asandır, elə bir çətin bir şey deyil. Yəni situasiya sualları da çox belə çətin bir şeylər düşmür. Sadə situasiyalar düşür bundan. Yəni bunu sadəcə sözlü izah eləyib üstündən keçsək sizə bəs eləyəcək. Yəni bir daha təkrar edirəm. Burada testlər, çətin, nə bilim belə deyək də, çaşdırıcı testlər düşmür. Yəni rahat testlər düşür deyərdim. İndi gəlin bunlara baxaq. Deməli, birinci, məktəbə hazırlıqda yaradıcılıq. Məsəl üçün müəllim bu gün şagirdlərdə yaradıcılıq səriştəsini formalaşdırmalıdır. Ta ki uşaqlıqda məktəbə hazırlığı o 5 yaşlılardan gəlir ibtidai 1-dən 4-ə qədər, ümumi orta, tam ortada hamısında formalaşdırmalıdır. İndi gəlin baxaq. Müəllim şagirdlərdə yaradıcılıq səriştəsini formalaşdırmalıdır. İndi gəlin baxaq. Məktəbə hazırlıqda yəni bu 5 yaşlılarda şagirdlərdə yaradıcılıq səriştəsi necə formalaşdırmalıdır? Yaradıcılıq səriştəsi nədir? Kreativlik, yeni misal üçün yeniliklər. Bu günlərim yaradıcı insanlar olmasa bizim bu ağıllı lövhəmiz olmazdı, internetimiz olmazdı, YouTube-umuz olmazdı. Yəni bu kəşfə əsaslanır. Yaradıcılıq nədir? Əşyaları məsəl üçün məktəbə hazırlıqda bunu necə formalaşdırırıq? Şagirdlər əşyalarını əşyalardan qeyri-adi, fərqli formada istifadə edir. Bu yaradıcılıq səriştəsi artıq aşağı sinif 5 yaşlılarda məktəbə hazırlıqlarda şagirdlər əşyalarını qeyri-adi, fərqli formada istifadə edirlər. Sonra bir dəqiqə üzr istəyirəm. Daha sonra ibtidai təhsildə 1-dən 4-ə qədər yaradıcılıq səriştəsi necə formalaşır? Mövcud olanlara orijinal əlavə düzəlişlər edirlər. Ümumi orta təhsildə qeyri-standart, fərqli bir yanaşma göstərirlər. Tam orta təhsildə isə innovativ layihə. İnnovativ nədir? Yeni layihələr hazırlayırlar. Artıq 10-11-də məsəl üçün müəllim ətraf mühitin çirklənməsi ilə bağlı bir layihə verir və yaxud da məsəl üçün hansısa bir avtomobillərlə bağlı, insan sağlamlığı ilə bağlı layihələr verilir. Şagirdlər innovativ yeni layihələr üzərində işləyirlər artıq 10-11-də. Amma gördüyünüz yaradıcılıq səriştəsi bu formada inkişaf etdirildi. Sonra tənqidi təfəkkürü. Baxın, tənqidi təfəkkür bu təfəkkürdə də mən bunu keçmişəm. Tənqidi təfəkkür bu günümüzdə mən deyirəm ki, hamıya lazım olan bir bacarıqdır. Tənqidi təfəkkür nədir? Məsələyə obyektiv yanaşmaqdır, məsələyə düzgün yanaşmaqdır. Bu gün hamıya tənqidi təfəkkür məsələsi lazımdır, bacarığı, səriştəsi lazımdır. Və haqla nahaqqı, doğru ilə yanlışı, pislə yaxşını ayırmaqdır. Belə deyək, mən həmişə bildiyim bunu demişəm. Obyektiv olmağı bacarmaq. Tənqidi təfəkkür. Məktəbə hazırlıqda
Yəni 5 yaşlılarda necədir? Bildiyi və yeni informasiya arasında eyniliyi, fərqləri müəyyənləşdirir. Yəni bildiyi ilə yeni, təzə, bilmədiyi arasındakı fərqi görür. Bu artıq məktəbə hazırlıqda 5 yaşlılarda başlayır. İbtidai təhsildə öz fikrini, öz münasibətini əsaslandırmağı bacarır. Aha. 5-dən 9-a ümumi ortada təhlil edilən məsələlərlə uyğunsuzluqlar, yəni ortaya qoyulan problemlərdə uyğunsuzluqlar, ziddiyyətləri aşkara çıxardır. Tam orta təhsil 10-11-də isə qiymətləndirir, başqasına öz mövqeyini, məsələyə qiymət verir, məsələyə öz fikrini bildirir və dəlillərlə qiymət verir. Qiymətləndirmə zamanı dəlillərlə qiymət verir. Tamam. Sonra səriştələrdən, təfəkkürlə bağlı səriştələrdən gəldi problem həll eləmə səriştəsi. Baxın, problem həll eləmə səriştəsi bu gün hamımıza hava sulu kimi lazımdır. Çıxırsan həyətə, hər şey problem, miq problem, sertifikasiya problem, o problem, bu problem. İnsan var bir problemlə rastlaşan kimi emosional sabitliyini itirir, tez özünü itirir, deyir mənlik deyil, hadisələrdən geri çəkilir. İnsan var ki, amma problemlə rastlaşan zaman bu problemdə emosional sabitliyini itirmir, problem üzərinə gedir, düzgün problemi həll edir. Baxın, bu problemi həll etmə səriştəsidir, bu gün hamımıza lazımdır. Yaxşı. Məktəbə hazırlıqda necə olur? Bunu necə formalaşdıra bilərik? Məktəbə hazırlıqda problem həll etmə səriştəsi. Problemin həlli ilə bağlı ehtimallar irəli sürür. Yəni problemi necə həll etmək olar? Bununla bağlı ehtimallar, öz ehtimallarını deyir ki, məncə bu problemi belə həll etmək olar. İbtidai təhsil 1-dən 4-ə problemin həlli üçün artıq özündən alqoritmlər qurur. Ümumi orta təhsil 5-dən 9-a problemin optimal nədir? Ən yaxşı həll yollarını axtarır. Tam orta təhsil 10-11-də problemli situasiyada, bayaq mən dediyim, emosional sabitlik nümayiş etdirir. Yəni daha özünü itirmir, nə bilim, həvəsdən düşmür, geri çəkilmir, problemi həll edir. Aha, indi gəldik. Qərar qəbul eləmə. Bəli. Qərar qəbul eləmə, dəyərli yoldaşlar, hansılardır? Bax, bu gün hamımıza düzgün qərarlar qəbul eləmə səriştəsi lazımdır. Mənim bir deməli, tələbəm var idi, müdavimim var idi. Bunun qərar qəbul eləmə səriştəsi zəif idi. Yəni adam deməli, qərar qəbul eləmək bacarığı zəif idi. Deməli, adam niyə qərar qəbul eləmə bacarığı zəif idi? Mən sizə deyim. Çünki qərarları düzgün, misal üçün, gedib miqdə nə qədər bal toplamışdı, gedib bir kənd məktəbini yazmışdı, orada uzaq, heç avtobusa yox idi, şəraitsiz gedib gəlmək problem idi. Onun balı batdı, inanırsınız. Getdi həmin yerə, heç bir neçə ay işləmədi, çıxdı. Niyə? Çünki adam düzgün qərar qəbul eləyə bilmir. Yəni, misal üçün də qərar qəbul eləmək üçün, yəni düzgün qərarlar qəbul eləmək üçün obyektiv, misal üçün, düzgün qərar, bunun üçün elə səndə bir bu bacarıqdır, qərar qəbul eləmə bacarığı. İnsan var, qərar qəbul edir. Sual verirsən ki, bu qərarı niyə qəbul eləmisən? Baxır ki, yəni sənə cavab verə bilmir də bu qərarı niyə qəbul eləmisən. Yəni qərar qəbul eləmə, qərar qəbulu əsas məsələlərdən biridir. Qərar qəbul eləmə, qərarlar ağacı deyilən bir misal üçün üsul var. Qərarlar ağacında nə üzürdür? 3 dənə həll yolu verilir. Birinci, ikinci, üçüncü həll yolu. Hər həll yolunun müsbət və mənfi tərəflərinə baxılır. Hansı həll yolunun müsbəti daha çox, misal üçün, mənfisi daha azdırsa, o həll yolunu götürülür, səmərəli həll yolu kimi. Bu da qərar qəbul etmə səriştəsini formalaşdırır. Qısaca, yəni həyatda rastlaşdığımız situasiyalarda düzgün qərarlar qəbul etmək bu bizə lazım olan bir bacarıqdır. Yəni misal üçün də biz istənilən məqamda düzgün bəzən elə olur ki, tək qalırsan, heç kəslə məsləhət eləyə bilmirsən, özün sən düzgün qərar verməlisən. Bunun üçün də səndə hansı bacarıq olmalıdır? Qərar qəbul etmə. Deməli, qərarlar ağacında qərar qəbulunda düzgün iştirak edir. Qərar qəbulunda, məktəbə hazırlıqda qərar qəbulunda iştirak edir. İbtidai təhsildə qərarların müsbət və mənfi nəticələrini proqnozlaşdırır. Bu qərarın müsbət tərəfi nə ola bilər, bu qərarın mənfi tərəfi nə ola bilər. Ümumi orta təhsildə 5-dən 9-da qərar qəbul edərkən prioritetlərə əsaslanır. Yəni əsas məqamlara əsaslanır. Artıq tam orta təhsildə əsaslandırılmış düzgün qərarlar qəbul edir və qərarın nəticəsi üçün məsuliyyət daşıyır. Sonra təfəkkürlə bağlı səriştələrdə var müstəqil öyrənmə. Bax, görürsünüz, kitabda cədvəlimizdə də var. Aha.
Bax, burada gəldi. Yaradıcılıq, tənqidi təfəkkür, problem həll etmə, qərar qəbul etmə, müstəqil öyrənmə. Bunlar təfəkkürlə bağlı səriştələrdir. Gedir. İndi sonra fəaliyyət, sonra dəyərlərlə bağlı səriştələr deyəcəm. Müstəqil öyrənmə. Müstəqil öyrənməyə maraq nümayiş etdirir. Bəli, özü üçün müstəqil öyrənməyə, sərbəst öyrənməyə maraq nümayiş etdirir. Bəli, tək müstəqil öyrənməyə maraq nümayiş etdirir, müstəqil öyrənməyə meyllidir. Yəni insanlar var müstəqil öyrənə bilmir. Gərək kimsə bunun yanında ola. Ən çox uşaqlarda var bu, böyüklərin içərisində də var bu. Hardansa nəsə oturub müstəqil tək nəsə oxuya bilmir, tək nəsə araşdıra bilmir. Gərək yanında kimdəsə ola. Və bu da lazım olan səriştələrdəndir. Məktəbə hazırlıqda müstəqil öyrənməyə maraq nümayiş etdirməlidir. İbtidai təhsildə öyrənmə mənbələrini artıq ayırd edir. Hardan öyrənə bilərəm? İnsandan, müşahidə ilə, kitabla, internetlə, jurnalla, ensiklopediya ilə. Ümumi ortada 5-dən 9-a öz fəaliyyətini müəyyənləşdirir, istiqamət götürə bilir. Tam ortada öz fəaliyyətinin keyfiyyətlərini qiymətləndirir. Artıq necə öyrəndim, müstəqil yaxşı öyrəndim, pis öyrəndim. Artıq bu nədir? Təfəkkürlə bağlı səriştələrin içərisindədir. Təfəkkürlə bağlı səriştələr hansılardır? Yaradıcılıq, tənqidi təfəkkür, problem həll etmə, qərar qəbul etmə və müstəqil öyrənmə. Yaxşı. Təfəkkürlə bağlı səriştələrdən sonra gəlir fəaliyyətlə bağlı səriştələr. Fəaliyyətlə bağlı səriştələr hansılardır? Deməli, ünsiyyət və əməkdaşlıq. Bunlar fəaliyyətlə bağlı səriştələrin canıdır. Bizə lazımdır, misal üçün, bax, miqlər birinci turdan keçəndən sonra ikinci turda müsahibə mərhələsinə gedəcəklər və bəli. Orada sizin ünsiyyət əməkdaşlıq bacarıqlarınız yoxlanacaq, bəli. Sertifikatlar birinci turu keçəndən sonra onların da müsahibə mərhələsi var. Ünsiyyət əməkdaşlıq bu gün hamımıza lazımdır. Ünsiyyət məktəbə hazırlıqda, balacalarda, yəni 5 yaşlılarda ünsiyyət səriştəsi, ünsiyyət etiketlərinə riayət edir, o ünsiyyət qaydalarına riayət edir. İbtidaidə 1-dən 4-ə öz fikrini düzgün ifadə etməyə çatdırır, bacarır. Öz fikrini düzgün ifadə etməyə və başqalarını düzgün axıra qədər dinləməyə bacarır. Öz fikrini düzgün çatdırır və eyni zamanda başqalarını da düzgün dinləməyə bacarır. Ümumi ortada 5-dən 9-a ana dilində, xarici dildə artıq ünsiyyət qura bilir. Tam ortada, tam orta təhsildə ana dilində və yaxud da xarici dildə fikirlərə münasibət bildirir, mülahizələrinə əsaslandırır. Bu nədir, dəyərli yoldaşlar? Ünsiyyət səriştəsidir. Başqaları ilə düzgün kommunikasiya, düzgün ünsiyyət qurmağı bacarmaq. Aydındır? Sonra əməkdaşlıq. Bax, bu günlərim şirkət, sən getdin hansısa bir işə girdin. Əksər işlər müasir şirkətlərdə, idarədə, yerlərdə, hər yerdə əməkdaşlıq lazımdır. Sən tək deyəməzsən, mən tək özüm işləyəcəm. Komanda işi görməlisən. İş yoldaşlarınla birgə iş ərsəyə qoymalısan. Məktəbdə sən tək işləyə bilməzsən. Əməkdaşlıq digər fən müəllimlərindən əməkdaşlıq eləməlisən. Elə müəllimə də lazımdır. Əməkdaşlıq yəni kollektivlə iş ortaya qoymağı bacarmaqdır. Məktəbə hazırlıqda kollektivlə iştirak qaydalarına deməli bələddir. Kollektiv fəaliyyətində hansı qaydalar var, onları bilir artıq. İbtidai təhsildə kollektivlə işləməyi öyrənir. Yavaş-yavaş əməkdaşlıq formalaşır. Ümumi orta təhsildə kollektiv üçün, ortaq məqsədlər üçün çalışır. Tam ortada kollektivlə birgə liderlik, artıq kollektivdə liderlik bacarığı deməli ortaya qoyur. Aydındır, özünü düzgün lider kimi aparır, özü kollektivin qrup lideri ola bilir, hətta kollektivə rəhbərlik də edə bilir. Bu da əməkdaşlıq bacarığıdır. Sonra gəldik. Rəqəmsal savadlıq. Baxın, rəqəmsal savadlılıq nədir? Rəqəmsal savadlılıq informasiya, kommunikasiya texnologiyalarından düzgün istifadə. Buna İKT bacarıqları da deyirlər. Misal üçün, mənim rəqəmsal savadlılığım var deyənə mən bu PDF-i hazırlamışam. Mənim rəqəmsal savadlılığım var deyənə mən bu ağıllı lövhədən istifadə edə bilirəm. Mənim rəqəmsal savadlılığım var deyənə mən bu dərsi qeydə ala bilirəm. Sizin rəqəmsal savadlılığınız var deyənə girib internetdən məni tapıb izləyə bilirsiniz. İnformasiya, kommunikasiya texnologiyalarından düzgün istifadə. Bu gün üçün hamıya lazımdır. Məktəbə hazırlıqda rəqəmsal savadlılıq informasiya, kommunikasiya texnologiyalarını tanıyır. Birinci məktəbə hazırlıqda bunları hələ bir tanıyır. İbtidai təhsildə 1-dən 4-ə İKT bacarıqlarından ilkin bacarıqlarını nümayiş etdirir. İKT-dən ilkin bacarıqları, ilkin istifadə bacarıqlarını nümayiş etdirir. Ümumi orta təhsildə
Görürsüz hamısında İKT var. İKT, İKT, İKT. Yəni bu kompüterdən, internetdən düzgün istifadə. İKT imkanlarının məqsəd yönümlü istifadə edir. Tam orta 11-də cəmiyyətin həyatında İKT-nin əhəmiyyətini dəyərləndirir, istifadə bacarıqlarını nümayiş etdirir. Bu rəqəmsal savadlılıqdır. İndi gəlin baxaq bir də informasiya savadlılığı var. İnformasiya savadlığı nədir? İnformasiya savadlılığı misal üçün də yeni biliklər öyrənmə. Açırsan kitabdan yeni nəsə öyrənirsən. Kitabdan misal üçün açdın bir dərsi öyrəndin. Misal üçün iş üsullarından bir dərs öyrəndin, açdın bunun sonra test bankından misal üçün hansısa bir testin həmin o bölmənin testlərini deməli işlədin. Bu sizdə nəyin olduğunu göstərəcək, deməli informasiya savadlılığının olduğunu göstərəcək və yaxud da informasiyada dəqiqliyə baxmaq. Misal üçün, mənə deyirlər ki, sabah qar yağacaq. Aha, bu məlumatdır, dəqiq informasiya deyil. Amma mən girirəm saytlarda sabahın hava proqnozuna baxıram. Telefonda sabahın hava proqnozuna baxıram ki, görüm sabah həqiqətənmi qar yağacaq. Bu informasiya savadlılığıdır. Aydındır? Mən artıq burada informasiyada dəqiqliyə baxıram. İnformasiya barədə baxın, məktəbə hazırlıqda. İnformasiya barədə ilkin biliklərə sahibdir. Bəli, mənim informasiya barədə ilkin biliklərim varsa informasiya savadlılığıdır. İnformasiya axtarmağın, toplamağın yollarını bilirəm. İnformasiyanın xassələrini nəzərə alıram. Tam ortada informasiyadan məqsəd yönümlü istifadə edirəm. İnformasiya savadlılığı. Aha. Və gəldik maliyyə savadlılığı. Aha, maliyyə savadlılığı nədir? Pulla bağlı olan bacarıqlar maliyyə savadlılığıdır. Misal üçün, mən gedirəm mağazaya, düzdür? Mənə 50 manat verirəm, 2 manat 50 qəpiklik bir şey alıram. Mənə qalığı qaytarır. Mən onu bilmək üçün mənə maliyyə savadlılığı lazımdır. Və yaxud da pulu mən aylıq adam var, misal üçün maliyyə savadlılığı yoxdur. Deməli, misal üçün niyə deyim mən sizə maliyyə savadlılığı yoxdur? Aya 2000 maaş alır, hər ayın axırını o bir aya borcla keçirdir. Deməli, adamın maliyyə savadlılığı yoxdur da. Yəni sən 2000 manat maaş al, elə xərclə ki, hər ayın axırını ki, maaş alana qədər borc salır. Qardaş, deməli maliyyə savadlılığı yoxdur. Mən adam tanıyıram, misal üçün getdi, kreditə maşın aldı. Tamam. Kredit götürdü bankdan, sonra o pulu alanda getdi özünə maşın aldı. Mən bilirdim ki, o ödəyə bilməyəcək. Sonra onda hələ mən bir 15 il bundan qabağa danışıram. Mənim də özümün də onda həmin şəxsə köməklik eləməyə imkanım olmadı. Həmin şəxs sonra getdi, kreditdə ödəyə bilmədi, faizlər yığıldı, bank bunu belə dirədi. Bu da məcbur getdi maşını nə qədər aldığından aşağı satdı. Sonra apardı banka faiz ödədi. Ortalıqda oturduq, hesabladıq bunun 3000 pulu yalandan havaya uçdu. Maşını ucuz satdı, banka faiz ödədi. Deməli həmin adamın nəyi yoxdur? Maliyyə savadlılığı yoxdur. Yəni günümüzdə hər kəsə maliyyə savadlılığı lazımdır. Maliyyə savadlılığı nədir? Məktəbə hazırlıqda birinci pula qənaət, pul haqqında məlumat. Sonra ibtidaidə şəxsi büdcədən səmərəli istifadə etmək. Ümumi ortada səmərəli istehlak davranışı, düzgün pulu düzgün istifadə etmək. İqtisadi layihə, görürsüz, iqtisadi layihələr qurur. Pulla bağlı bu sahibkarlıq ideyaları qurur ki, nətər yeni pul qazanmaq olar artıq tam orta təhsildə. Gördünüz? Deməli, səriştələrə baxırıq. Bax, təfəkkürlə bağlı səriştələrə baxdıq. Düzdür? Təfəkkürlə bağlı. Yaradıcılıq, tənqidi təfəkkür, problem həll etmə, qərar qəbulu, müstəqil öyrənmə. Fəaliyyətlə bağlı səriştələri öyrəndik. Ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq, informasiya savadlılığı, maliyyə savadlılığı. Gəldik dəyərlər. İndi gəlin dəyərləri də keçim. Bilirəm, yordum sizi, amma deməli idim hamısını. Dəyərlər hansılardır? Dəyərlər. Milli kimliyin dərki, milli iftixar hissi. Deməli, biz hər birimiz bir vətəndaş kimi dövlət rəmzlərimizi, bayrağımız, gerbimiz, himnimiz bunları bilməli və buna hörmət etməliyik. Bu bizim bir səriştəmizdir. Məktəbə hazırlıqda dövlət rəmzlərini tanıyır. Burada əsas dövlət rəmzləridir. Himnimiz, bayrağımız, gerbimiz. İbtidai təhsildə dövlət rəmzlərinə hörmət nümayiş etdirir. Ümumi orta təhsildə Azərbaycançılıq ideyalarını mənimsəyir. Tam orta təhsildə Azərbaycançılıq ideyalarını təbliğ edir. Bu dəyərlərlə bağlı milli kimliyin dərkidir. Sonra fəal vətəndaşlıq mövqeyində artıq yaşadığın ölkə üçün faydalı bir vətəndaş olursan.
Yaşadığın bölgə, ölkə haqqında məlumatı bilirsən, dövlətinin tarixini bilirsən, dövlətçilik haqqında, dövlətin siyasətini daim izləyirsən, vətənin üçün çalışırsan. Bu fəal vətəndaş mövqeyidir. Yaşadığın bölgə və ölkə haqqında deməli məlumatlıdır. Bu fəal vətəndaş mövqeyidir ki, artıq dövləti haqqında məlumatı, dövlətin tarixini bilir. Dövlətçilik də dövlət ənənələrini barədə bilir. Dövlət maraqlarının müdafiəsində öz rolunu dərk edir. Dövlət maraqlarını daim müdafiə edir. Sonra gəldik şəxsi sosial məsuliyyət. Bunu kompetensiyalarda da var. Burada bir metakognitiv bacarıqlardır şəxsi sosial məsuliyyət. Yəni bizim küçədə, həyətdə, hər yerdə bizim düzgün davranışımız bizim şəxsi sosial məsuliyyətimizdir. Tutalım ki, biz küçədə düzgün davranırıq. Bizim küçədə düzgün davranış qaydamız. Bu bizim şəxsi sosial məsuliyyətimizdir. Bizim məsəl üçün hansısa bir zooparkda düzgün davranmağımız, məsəl üçün hansısa koridorda, məktəbin dəhlizində düzgün davranmağımız, sinifdə düzgün davranmağımız, sosial, yəni insanlar olan yerdə düzgün davranış qaydaları göstərmək bizim şəxsi sosial məsuliyyətimizdir. Avtobusda, metroda düzgün davranış qaydası, küçədə düzgün, parkda düzgün davranış qaydası şəxsi sosial məsuliyyətimizdir bizim. Davranış mədəniyyəti, görürsüz, davranış mədəniyyətini bilir. Şəxsi özünün məsuliyyətini dərk edir. Şəxsi cəmiyyət münasibətlərini, cəmiyyətin qarşısında məsuliyyətini dəyərləndirir. Cəmiyyətin qarşısında məsuliyyətini şərh edir. Və gəldik demokratiya və insan hüquqlarına hörmət. Bəli, biz demokratik ölkədə yaşayırıq və fərqli insanların hüquqlarına hörmət nümayiş etdirməliyik. İnsan hüquqları barədə təsəvvürə malikdir. Bəli, hər bir insanın hüquqlarını tanıyır və hər bir insanın hüquqlarına hörmət edir. Sonra öz hüquqlarını bilir, öz hüquqlarını qoruyur. İnsan hüquq azadlıqlarının mahiyyətini dərk edir, insan azadlıqlarını müdafiə edir. Və gəldik mədəni müxtəlifliyə hörmət. Fərqli insanların mədəniyyətinə hörmət eləmək, fərqli insanın, məsəl üçün Çinli dedik bayaq, onun mədəniyyətinə hörmət eləmək, məsələn İranlının mədəniyyətinə hörmət eləmək, Kitayın, başqa bir xalqın, məsəl üçün Afrikalıların mədəniyyətinə hörmət eləmək, mədəni müxtəlifliyi bilir, mədəni müxtəlifliyə, müxtəlif dillərə, müxtəlif dinlərə, irqlərə hörmət edir, birgə yaşayış qaydalarına, demokratiya, multikulturalizm, birgə yaşayış qaydalarına əməl edir və ayrı seçkiliyə yol vermir. Bəli, deməli, milli kimliyin dərki, milli iftixar hissi, fəal vətəndaş mövqeyi, şəxsi sosial məsuliyyət, demokratiya, insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət də deməli bunlar səriştələrin içərisindədir. Belə, bugünkü dərsimizdə bu qədər. Çox oldu, yordum sizi. Növbəti dərsimizdə görüşənə qədər. Hələlik.